بسم الله الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. رب يسر ولا تؤسر، رب تهم الخير، رب زدني علما وفهما وإيمانا. أما بعد، السلام عليكم ورحمة الله وبركاته. Bugünkü dərsimiz inşallah iqlab qaydasıdır. Bu qaydaya qalbdə deyilir. İnqilab sözünün mənası döndərmək, çevirməkdir. Əgər səkin nun və tənvindən sonra bə hərfi gələrsə, onda nun hərfi oxunmur. Əvəzində 1,5 hərfə miqdarında o nə mim hərfi oxunur. Belə oxuyuruq yəni. Ənbihum, ənburikə, səmi'un basir. Belə oxuyuruq. Bəli, zəkin ondan sonra həm bir, həm də iki müxtəlif kəlmə arasında gələ bilər. Hər iki halda iqlab hökmü vacib olur. Yəni sukunun və ya tənvin mim hərfinə çevrilir və onları oxunur. Quran-Kərimdə iqlab qaydasının əlaməti səkin nunun üzərinə kiçik mim hərfi yazılır, tənvinlərin üzərindən kiçik mim hərfi yazılır və yaxud da tənvinlərdən biri silinib, üzərinə mim hərfi yazılır. Burada gördüyünüz kimi bu dammə tənvindəsində amma dammən bir hərəkət silinib, üzərinə mim hərfi yazılıb. Səmi'un basir. Belə oxuyuruq. Tamam, bugünkü dərsimizdə bu qədər və axiru da'vana elhamdülillahi rabbil alemin.